Mən sizə bir tariq deyəcəm Allahın izi ilə. Yol deyəcəm. Hansı ki, bu yolu təcrübə əhlindən eşitmişəm. Təcrübə əhli özü danışıb. Şeyx Məşhur Həfizəhullah deyir ki, mən deyir, ailə qurdum deyir. Təzə ailə qurdum. Və Allah ona orada ilham edib, elhamdülillah. Şeyx özü deyir ki, Allah deyir, burada mənə rəhm elədi deyir. Bu fikir mənim ağlıma gəlməsəydi deyir, mən deyir, aləmlə ayrılacaqım deyir. Şeyx Məşhur o alimlərdəndir ki, gəncliyindən bu günə kimi Allah şeyxinin ömrünə bərəkət versin. Onun ən az oxumaq saatı, gündə ən az oxumaq saatı nədir? 10 saatdan çoxdur. Ən az 10 saat. 15-16 saat arası oxuyur hər gün məktəbəsindən çıxma, kitabxanasından. Şeyx deyir ki, ailə quranda özünü tanıyır da. Fikirləşdim ki, bu cür nə olsa, mən bütün gün məktəbədə olacam, kitabxanada. Bu qadın da bir gün dilə gələcək. Qadınlar da bu məsələdə həssas olur, elə deyil mi? Sən nə qədər kitabxanada olsun, heç bizə vaxt ayırmırsın. Şeytan da biraz vəsvəsə edir başqa yerlərdən. Aləm qarşı bir-birini Allah qorusun. Şeyx deyir ki, mən deyir, fikirləşdim ki, bu qadını da deyir, elm öyrənməyə deyir, yönəldim deyir. Necə elm yaxşı? Evdən çıxanda deyir, bir günlər deyir, harasa bir işin dalınca gedirdim deyir. Özü danışıb bu məclislərin birində, Həfizəhullah danışırdı. Deyir, evdən çıxanda dedim ki, bu kitabı götürür, zəhmət olmasa. Burada 16-cı səhifədən 21-ci səhifəyə kimi bir məsələ var. Bir də onu tapa bilərsən mənim üçün. Xahiş edirəm. Yoldaşına. Çalışıb biraz usulları da gözəlləşdirmək lazımdır. Kobud olmasın da. Şeyx deyir ki, belə dedim, dedi ki, hə, eləyərəm deyir. Mən deyir, getdim işimin ardınca, qaydında deyir, gördüm ki, tapıb, özü sevincilidir. Sevinə ki, əlhamdülillah tapmışam. İndi yoldaş iş tapışıb da. Dedim, Allah razı olsun, nə gözəl deyir, əlhamdülillah. Bir dənə deyir, təriflər dedim ona deyir. Əslində asan məsələ deyir. Yəni, şeyxin də burada məqsədi var imiş, deyir. Onu tapmaq deyir, hamı elə bilərdi. Dedim, o bir dənə o qədər təriflərdim ki, Allah səndən razı olsun. Nə yaxşı deyir, bunu tapdın deyir, mənim üçün deyir. Mənim çox mühüm idi deyir. Sabahsı gün bir dənə də başqa bir şey deyir. Yavaş-yavaş bir həftənin tamamında deyir, gördüm, bu əməli başda oxuyur ki, deyir, subhanallah. Əməli başda oxuyur deyir. Beləliklə deyir, həyatımızı bu cürə qurduq, əlhamdülillah.